Azərbaycan multikulturalizm modeli tarixən bu coğrafiyada formalaşmış etnik, dini, mədəni müxtəlifliyin harmoniyasına əsaslanan dəyərlər sistemidir. Bu dəyərlərin elmi, bədii, fəlsəfi müstəvidə təhlili və təbliği baxımından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, xalq yazıçısı Kəmal Abdullanın fəaliyyəti mühüm əhəmiyyət malikdir. Akademik Kəmal Abdullah multikulturalizmi yalnız siyasi və ya sosial konsepsiya kimi deyil, mədəniyyətlər arası dialoq, yaddaş və identiklik problemi kimi dəyərləndirir. Onun elmi əsərlərində və çıxışlarında multikulturalizm Azərbaycan cəmiyyətinin tarixi yaddaşı, dil və mifoloji düşüncəsi ilə vəhdətdə təqdim olunur. Multikultural düşüncənin intellektual təcəssümü Kəmal Abdullahın elmi və bədii yaradıcılığında xüsusi yer tutur. Onun humanitar elmlər sayəsində apardığı araşdırmalar göstərir ki, Azərbaycan multikulturalizmi şərqlə qərbin, miflə rasional düşüncənin, ənənə ilə müasirliyin qovuşduğu bir modeldir. Kəmal Abdullah Azərbaycan elmində, Azərbaycan ədəbiyyatında iz qoymuş bir şəxsiyyətdir. Həm pedaqoq kimi tələbələrin sevimlisidir. Amma eyni zamanda Azərbaycan multikulturalizm modelinin həm Azərbaycan daxilində, həm Azərbaycanın kənarda tanıdılmasında Kəmal Abdullah bir çox layihələrin ideya müəllifi və əsas hərəkət verici qüvvələrindən biri idi və ölkə rəhbərliyi tərəfindən qoyulan hədəflərə dəqiq vaxtında çatmaq baxımından Kəmal Abdullahın oynadığı rol, Kəmal Abdullahın bu sahəyə inamı, sevgisi onun bütün yaradıcılığında da, eyni zamanda fəaliyyətində də öz əksini tapmışdır. Multikulturalizm anlayışı hələ xatirimdədir 2014-cü, 15-ci illərdə bir çox adamlar tərəfindən tələffüz edilməkdə belə çətinlik çəkiləndə çox qısa bir müddətdə cəmi 3-4 il ərzində Azərbaycan ictimaiyyətində ən çox işlədilən bir terminə çevrildi. Azərbaycan xalqının mənəvi sərvəti olan tolerantlıq, dözümlülük, birgə yaşamaq, prezidentin elan elədiyi dövlət siyasəti həmin dövrlərdə dövlət müşaviri olan Kəmal Abdullah tərəfindən yorulmadan sabah-axşam bir çox istiqamətlərdə bu fəaliyyət quruldu. Və eyni zamanda bu günləri Kəmal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədridir və Himayəçilər Şurasının sədri kimi də hələ də bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir çox layihələrdə özü də şəxsən yaxından iştirak edir. Kəmal Abdullah kimi şəxsiyyətlər Azərbaycanın milli mənəvi dəyərlərinin, xüsusilə gənclərin milli mənəvi dəyərlərdə böyüməsini özünün daxili bir halına çeviribdir, özünün daxili bir sevgisinə çeviribdir. Bu onun əsərlərində də öz əksini tapır, yazılarında da öz əksini tapır, gündəlik həyat tərzində də öz əksini tapır və tapmaqdadır. Və mən əminəm ki, o həyatının ən son anına qədər məhz bu inancla, bu Azərbaycan xalqının birliyi, Azərbaycan xalqına olan böyük sevgi ilə yaşayacaqdır. Kəmal müəllim çox böyük bir ürəyə sahibdir və o ürəkdə burada yaşayan hər bir insana dinindən, milliyyətindən asılı olmayaraq böyük bir sevgi yatır. Bizi Azərbaycanlı eləyən dəyərlərə böyük bir sevgi yatır ki, o sevgini Kəmal Abdullah həmişə yaşadır. Ədəbiyyatın seyrinə gənc yaşlarından qərq olan, sonralar Azərbaycan elminin nüfuzlu simalarından birinə çevrilən, sözün, kimliyin, yaddaşın gizli qatlarını açan alim və yazıcı Kəmal Abdullahın bədii yaradıcılığı Azərbaycan nəsrinin müasir nəfəsini formalaşdıran mühüm mərhələdir. Xalq yazıçısı Kəmal Abdullah Azərbaycan ədəbiyyatında postmodern düşüncə tərzinin, mifoloji dekonstruksiyanın və alternativ mətn oxunuşlarının əsas yaradıcılarından biridir. Onun yarımçıq əlyazma, Seyirbazlar Dərəsi, Unutmağa Kimsə Yox əsərlərində müxtəlif mədəni kodlar, zaman qatları və sivilizasiya izləri paralel şəkildə təqdim olunur. Bu isə ədəbiyyatda multikultural düşüncənin bədii ifadəsi kimi çıxış edir. Kəmal Abdullahın əsərlərində başqa anlayışı yad və təhlükəli deyil, anlamağa açıq olan fərqlilik kimi təqdim edilir. Bu yanaşma multikulturalizmin ədəbiyyatdakı humanist təzahürüdür. Kəmal Abdullah ədəbiyyata dilçi kimi gəldi.
Sonra filologiyanın o biri sahələri, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, tənqid onlarla məşğul oldu. Ondan sonra şeir yazmağa başladı və şeir tərcümələri, sonra nəsr əsərləri və dramaturgiya. Və bütün bu çalışdığı sahələrdə uğurlar qazandı. Bu onu göstərir ki, əgər ədəbi talantı varsa, hansı sahədə olur olsun, bu talant özünü büruzə verəcək. Və Kəmalda da bu, Kəmalın misalında biz bunu görürük. Və Kəmal bədii əsərlərində alimliyini hiss edirik ki, bu tarixə baxışı, keçmişə münasibəti, alim münasibəti, həm də yazıcı münasibətidir. Elmi əsərlərində də bir yazıçılığını, şairliyini görürük ki, orada nəyəsə bir poetik damar var. Ona görə bütün bunlar hamısı bir yerdə toplananda Azərbaycan ədəbiyyatında çox mühüm bir hadisə olan Kəmal Abdulla yaradıcılığını təcəssüm etdirir. Akademik Kəmal Abdullahın fəaliyyəti Azərbaycan multikulturalizminin həm nəzərə əsaslandırılması, həm də bədii estetik ifadəsində mühüm əhəmiyyətə malikdir. Onun yaradıcılığı multikulturalizmin ədəbiyyat, dil, yaddaş və düşüncə mədəniyyəti olduğunu göstərməklə bu dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm intellektual köprü rolunu oynayır. Всевышний его родители наградили takimi talantами, что их перечислить. Allah Teala və valideynləri onu elə çox saylı istedadlarla mükafatlandırıblar ki, onları sadalamaq çox vaxt aparar. O mükəmməl təşkilatçı, parlaq nəsr ustası, yaxşı dramaturq və rektordur. Mənim həyatımın ən önəmli hadisələrindən biri Kəmal müəllimin mənə Zəngi və cənab prezidentin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının tərkibinə daxil edildiyim xəbərini verməsi oldu. Bu olduqca mühüm bir məsələ idi. Kəmal müəllim mənim həyatımda xüsusi rol oynayır. O, bu qədər titullara və nailiyyətlərə sahib bir şəxsin ləyaqətini, təvəzzükarlığını və insanlara olan hörmətini necə qoruyub saxlaya bildiyini göstərir. Mən ona çox minnətdaram. И уважение к людям. Я ему очень благодарен. Akademik Kəmal Abdullahın bədii təfəkküründə zamanın sərhəddi yoxdur. O, keçmişi bugünə, bugün isə sabaha bağlayan mifik körpülər yaradır. Onun yazdıqları həm elmi, həm də bədii təsir gücünə malik olur. Kəmal Abdullahın yaradıcılığına bələd olanların bir çoxları bilmirlər ki, Kəmal müəllim ötən əsrin 80-ci illərində Kəmal Mehdi imzası ilə şeirlər yazırdı. Və mənim yadımdadır ki, Ulduz jurnalında o vaxt o şeirləri oxuyanda da o şeirlərin fəxri aurası adamı çulğayırdı. Və sonralar artıq şeirlərə sığışdıra bilmədiyi fikirlər, düşüncələr onun nəsr əsərlərinə, pyeslərinə keçdi. Esselərində davam elədi. Yarımçıq əlyazma romanı ki, təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə çap olundu, böyük reaksiyalar doğurdu. Seyirbazlar Dərəsi və Unutmağa Kimsə Yox romanı müzakirələrə səbəb oldu. Mənim üçün bu romanların hərəsinin ayrı-ayrı yeri var. Elə bil ki, Azərbaycan ədəbiyyatında bu romanların məxsusi bir samballı yeri var. Azərbaycanda müxtəlif tənqidçilər bu romanlar barədə yazarkən Azərbaycan ədəbiyyatında postmodernizmin işartılarını gördüklərini yazırlar. Bizim dastan qəhrəmanlarına fərqli münasibətin olduğunu söyləyirlər. Kəmal Abdullahın pyeslərində də elə bu məqamlar çoxdur, davam edir. Sonuncu pyesi bizim musiqili teatrda çox böyük anşlaqla keçdi. Gülçöhrə və Əskər hekayəsinin motivləri əsasında yazılmış bu pyes bizim məşhur əsərin qəhrəmanlarının Kəmal Abdullah təxəyyülündəki gələcək taleləri idi. Kəmal Abdullahın əvvəl-axır yazılanlar adlı esseləri və ümumiyyətlə Kəmal Abdullahın esseləri tam fərqli bir ovqat yaradır. Bəlkə bu bir mənada şeirlərin davamıdır, şeirlərdəki ovqat bu esselərdə duyulur. Amma eyni zamanda Kəmal Abdullah esselərində bizi təəccübləndirir, heyrətləndirir. Qəfildən hansısa söylədiyi bir fikir adamın düşüncələrinə hakim kəsilir. Bizim Vətən müharibəsi günlərində Kəmal müəllim hələ bizim müharibənin gedişində, hələ torpaqlarımız azad olunduqca çox gözəl bir esse yazdı. Qarabağın dağlarının, bulaqlarının adlarını çəkərək yazıçılarımızı
o yerləri bir də keçməyə, əskərlərlə bir də keçməyə çağırdı və ondan sonra da Vətən müharibəsi haqqında bir neçə psixoloji, dərin hekayələr yazdı. Elə Kamal müəllim həmişə bizim ədəbiyyatımızda son illər ən yeni təmayüllərə hazır, ona ilk reaksiya verən bir yazıcıdır. Və indi də Kamal müəllim bizi təəccübləndirməkdə davam eləyir və bugün Kamal Abdullah'ın həm pyesləri, həm bədii yazıları müxtəlif ölkələrdə tamaşaya qoyulur. Onun Türkiyədə də yubileyi keçirildi. Mən elə bilirəm ki, Kamal müəllim bütün bu şöhrətə, bütün bu vəfa borcuna, bütün bu minnətdarlığa layiqdir. Bunu o öz yaradıcılığı ilə, öz insani keyfiyyətləri ilə qazanıbdır. Kamal Abdullah'ın dilçilik və mifologiya sahəsindəki tədqiqatları Azərbaycan mədəniyyətinin çoxqatlı strukturunu üzə çıxarır. O, dili yalnız ünsiyyət vasitəsi deyil, mədəniyyətlərin görüş nöqtəsi kimi təqdim edir. Bu baxımdan onun elmi və bədii yaradıcılığı multikulturalizmin ideoloji əsaslarını möhkəmləndirir. Kamal Abdullah böyük alimdir, fərqli və maraqlı yazıcıdır, dərin insandır. Bəs Minik Yevdayev, 75 yaşlı akademik Kamal Abdullah'ı necə xarakterizə edər? Deyir, əsrin zindanından çıxan dəmirəm. Nə istəyir, nə soyuq, döyülmərəm mən. Şüşəyəm, sınsam da calanmaram mən. Poladam, qırıllam, əyilmərəm mən. Zirvəyəm, qasırğa tufan görmüşəm, dağam, yıldırıma sinə gərmişəm. Dosta, sözlərimdən şəkər vermişəm, düşmana zəhərəm, yeyilmərəm mən. Kamal Abdullah elə bir insandır ki, hamının sevimlisidir. Sevimlisi ona görədir ki, şəffafdır. Sevimli ona görədir ki, təmənnasızdır. İnsanları sevə bilir. İnsanları sevdiyi üçün də onları qəlbi ilə isidir, sözü ilə ovundurur. Kamal müəllim, hədər həyat nədir bilməmişəm mən, 100 ömür sürmüşəm, ölməmişəm mən, dünyadan köçmək üçün gəlməmişəm mən, dünyaya qalacaq insan olmuşam. Budur Kamal müəllim. Allah Teala Kamal müəllimə İbrahim Peyğəmbər ömrü bəxş eləsin. 120 ildir, mən belə fikirləşirəm ki, inciməz və bütün tutduğu yollar uğurlu, gördüyü işlər bərəkətli, gözü işıqlı, dizi taqətli, çörəyi isti, suyu da sərin olsun. Allah Teala Kamal müəllimi haqqı görməyən gözdən, dua bilməyən dildən, şükür bilməyən qəlbdən və utanmayan üzdən qorusun. İnsan yazdıqca yenidən doğulur deyirlər. Xalq yazıçısı Kamal Abdullah 75 illik ömrünün böyük hissəsini sözə xidmətə, elmə sədaqətə, mənəvi dünyanın axtarışlarına həsr edib. Onun fikirləri elmə, ədəbiyyata və mədəniyyətə yeni baxış forması gətirir.